Salam hər birinizə gənclər, ümidvaram yaxşısınız. Mən Ceyhun İsmayılov. Bu gün mən sizə Future Simple mövzusunu izah edəcəm. Yəni ki, gələcək sadə zaman. Gələcək sadə zaman iki cür düzəlir. Biri bizim məktəblərdə keçdiyimiz will ilə, biri isə be going to ilə. Birinci mən sizə be going to-nu izah edəcəm, sonra will-i. Gəlin be going to-ya baxaq. Be-nin burada açılışı, yəni be necə açılır? İndiki zamanda əmizar. Yəni burada da yəni əmizar şəklində olacaq. Məsəl üçün I am going to work. Burada I am going sözü indiki davam edici zaman deyil. Yəni present continuous deyil. Bununla qatışdırmayın. I'm going to varsa, sonra feil gəlibsə, bu gələcək zamana aiddir. I'm going to work. I'm going to study. I'm gonna da deyirlər. Bunun qısaldılmış versiyası da belədir. Ümid edirəm anladınız. I'm going to work. Work işləmək deməkdir. Yəni mən işləyəcəm. Bunun məsəl üçün inkarı necədir? I am not going to work. Ya da am I not going to work. Bu isə sual versiyasıdır. Yəni not da deyə bilərsən. Yəni not inkar da sual, həm sual həm inkar bir yer işlərində not olur. Ona görə çıx qoydum ki, yəni mən burada inkar olaraq yazmadım sualı. Belə yazaq da baxın. Am I going to work? Belə. Sən başqa bir cümlədə yazdım. Tural is going to do it tomorrow. Ya da yazaq today elə. Bugün edəcək nəysə. Tural is bunu buradan silək. Tural is going to edəcək nə? Do edəcək. It today. O bunu bugün edəcək. Is going to oldu. İnkarda necə olur? Tural is not going it to, daha doğrusu going to it. Biraz qatışdı bu. Tural is not going to do ardında yəni it today. Demək is not oldu ya da isn't kimi də yaza bilərsiniz də bunu. Belə. Is not'un bu qısaldılmış versiyası isn't. Bu cümlənin Tural is going to do it today biz inkarda, daha doğrusu sual şəklində yazsaq necə olacaq? Is Tural going to do it today? Belə. Bu da sualdır. İndi be going to-nun will-dən fərqi nədir? Niyə hansılarda will işlədirik, hansılarda be going to işlədirik? Baxın, burada yazmışam, planladığımız şeylər. Yəni, be going to ilə will-in əsas fərqi odur ki, will-i, məsələn, mən gələcəkdə nəsə edəcəm. Əgər bu ani baş verən hadisədirsə, mən ani deyirəm ki, mən axşam dərs edəcəm. Birdən ağlıma gəlir, birinə deyirəm, bu will-lə işləyir. Amma mən əvvəlcədən bunu planlamışamsa, bu be going to ilə işləyir. Məsəl üçün, they are going to buy a new car next week.
mən gələn həftə maşın alacağam, amma bunu mən əvvəlcədən planlamışam. Amma burada yazmışam. Axı mütləq gerçəkləşməli olan şey deyil. Nəyə görə bunu qeyd etmişəm? Məsəl üçün, bunu əslində will-də izah edəcəkdim. I will be 21 next week. Mən burada nöqtə olur. Mən niyə indiza qoydum? Nəysə. I will be 21 next week. Mən gələcək həftə 21 yaşım olacaq. Bu planlanmış bir şey deyil, amma gələcək həftə mütləq baş verəcək bir şeydir. Tamam, dəqiq 21 yaşım olacaq. Nə? Ölsəm tutaq ki, olmaz indi. Yəni konkret belə olacaq da bu hadisə. Mütləq gerçəkləşəcək hadisədir. Belə hadisələr they are going be going to ilə işləmir. Will ilə işlənir. Bunu will-də daha ətraflı izah edəcəm. Yəni ümumiyyətlə bir dəqiqə pozan seçmişdim. Ümumiyyətlə dediyim kimi be going to daha çox planlanmış bir şeydir, amma mütləq gerçəkləşəcək deyə bir şey yoxdur. I'm going to be a doctor. Mən həkim olacağam when I grow up. Mən böyüyəndə she's going to visit us next year. Gələcək həftə onlar bizi ziyarət edəcək. Yəni planlanmış bir şeydir. Bizə dəlillər əsaslanan təxminlər var. Məsəl üçün, it's going to snow again. Mən birinə deyirəm ki, qar yağacaq yenidən. Əgər mən əvvəlcədən tutaq ki, bir hava proqnozuna baxmışam, orada elə deyilibsə, mən ona əsasən gəlib ki, məsələn nəsə deyirəmsə, bu dəlilə əsaslanan bir şey deyil ya. It's going to olacaq. Be going to da yəni. Məsələn ikinci cümlə. Hey, look out. Diqqətli ol. He's going to break that glass. Stəkanı sındıracaq. Çünki proqnozu əvvəlcədən bilirəm də. Mən görürəm ki, onun nəsə olacaq. Bunu bilirəm deyə dəlilə əsasən deyirəm. The sky is very dark. Yəni ki, hava, yəni göy qaranlıqdır. It's going to rain. Yağış yağacaq. Mən dəlilim var axı, hava qaranlıqdır. Əgər mən elə belə adi deyirəmsə, məncə bu gün yağış yağacaq deyirəmsə, I think it will rain deyirəm. Will-lə işlədirəm. İndi keçək will-ə. Will necə olur? Will yəni şəxslərə görə dəyişməyəcək, hamısında will işlənəcək. I will. Yəni feildən əvvəl will gələcək. Bir dəqiqə. I will go to Baku. Mən Bakıya gedəcəm. Will. Belə düzəldi. You will go. Ya da you will come. Will come. Will da deyəndə məsələn I will deyirəm. Bunun qısaldılmış versiyası var. Apostrof çəkirik burada üstdən. LL yazırıq. You LL apostrof LL. He LL. Bu şəkildə ya da adam adı olsun. Məsəl üçün Tural LL do it. Tural nəysə edəcək. Will-in qısaldılmış versiyasıdır. Sualı necə? İnkar necə olur? Will do it idi axı. Will not olacaq. Ya da ki, buna qısaldılmış versiyası var. Want. Baxın, will not, yəni want deməkdir. Məsəl üçün, I will not come. Bunu mən want kimi də deyə bilərəm. I won't come. Sualda isə will, I will such come sualı. Will I come-dır. Belə.
Bu da asan idi məncə. Bunu da baxaq. Bu nümunə cümlələrdə zaten var. Və yaxud dediyə dəlillər əsaslanan şeylər be going to ilə işlənir. Burada isə dəlillər əsaslanmayan şeylərdir. Məsələn, I think it will rain tomorrow. Mən fikirləşirəm ki, bu gün yağış yağacaq. Hardansa proqnozdan falan baxmamışam. Amma sadəcə mənə elə gəlir. Ona görə will işlənir. She will be great artist one day. O bir gün çox yaxşı rəssam olacaq. Təxmin sadəcə deyirəm. She's going, amma she's baxın altda yazmışam. She's going to be an amazing artist. Əgər belə desəm, yəni eyni cümləni is going to ilə işləsəm, bir dəlil gətirməliyəm ki, buna əsasən mən deyirəm ki, she is going to be an amazing teacher. Əslində belə götürəndə, yəni mən burada sizə qaydaları izah edirəm, amma native speakerlar buna çox da önəm vermir. Yəni yerli ingilislər belə bunu işlədərkən will imiş, yəni be going to imiş. Hansı situasiya nə gəldi deyirlər. Çox da yəni fərqləndirmir, amma belə xüsusi qaydalar da var əslində. Daha sonra will necə işlənir? Anidən danışanda, yenə dediyim kimi, planlaşdırılmış bir şeydə be going to işlənir. Bu da I will study tonight. Mən bu gün axşam dərs oxuyacağam deyirəm. Amma I'm going to study tonight desəm, artıq mən əvvəlcədən bu hadisəni planlamışam. Məsələn, biri ilə danışıram. Birdən ağlıma gəldi, dedim ki, mən bu gün dərs eləyəcəm. Onda I will study deyəcəm. Yox, mən əvvəlcədən planlamışam. Elə deyirəm sizə qarşısındakı. I'm going to study tonight deyirəm. Məsələn, burada yazmışam. I'll take some orange juice. Bir dənə restorana gəlmişəm və deyirəm ki, mənə meyvə şirəsi verin. Və bu zaman o anda ağlıma gəlir də, the phone is running. Telefon zəng çalır, anidən baş verir. I'll answer it. Mən indi onu cavablandıracağam. Anidən oldu. Daha sonra birinə söz verirsə, məsəl üçün deyirəm ki, I'll always support you. Mən səni dəstəkləyəcəm, no matter what happens. Nə baş verir, fərqi yoxdur. Don't worry, I will never tell your secret to anybody. Birinə söz verirəm ki, mən heç vaxt deməyəcəm sənin. Siri, I'll call you as soon as I arrive. Mən çatan kimi sənə zəng eləyəcəm. Yəni birinə söz verəndə də belə işlədir. Sonra birindən bir şey xahiş eləyəndə, amma will-dan da məsələn xahiş eləmək olur da birindən. Will-in ondan fərqi odur ki, will daha çox biraz kobud səslənir də. Will-dan siz birindən xahiş etsəz daha yaxşı səslənər, daha nazik, yəni olar. Will də əslində olar. Birindən xahiş eləyəndə will you close the door please? Qapını bağlaya bilərsiz zəhmət olmasa. Will you pass the salt? Yəni duz uzada bilərsən. Will you show me how to solve the problem? Kömək edə bilərsən, yəni mənə necə həll edeyim bunu. Daha sonra məsələn, I think, I hope, I promise. Mən söz verirəm, mən ümid edirəm, mən fikirləşirəm kimi cümlələri görsəz, bunlar will-lə işlənəcək gələcək zamanda. I will do it. I think I will do it. Mən fikirləşirəm ki, mən onu edəcəm. I hope you will be happy. Mən ümid edirəm ki, sən xoşbəxt olacaqsan. I promise, mən söz verirəm ki, I will come there. Mən oraya gələcəm. Bu şəkildə. Gələcək, bura nə yazmışım? Gələcəkdə mütləq olacaq şeylərdən danışırıq. Hə, bu bayaq dedim elə. Bu cümləni də bayaq yazmışdım. I will be 21 next week. Gələcək həftə mütləq baş verəcək bir şeydir də bu. Ona görə will işlənir. Amma yox, gələcək həftə mən planlaşdırdığım bir şeydirsə, məsələn mən deyirəm ki, mən gələcək həftə ad günümə görə şey eləyəcəm, parti verəcəm evdə. Bunu artıq be going to ilə deyəcəm. Çünki əvvəlcədən fikirləşib və planladığım bir şeydir. Bəli, izah bu qədər idi. Yəni ümumiyyətlə şeydə imtahanda, yəni buraxılış imtahanında zaten be going to düşmür, will düşür. Sadəcə bunu da izah eləmək istədim. Əgər videomu bəyəndisə, yəni videoda bəyənmədiyiniz hissələr olsa ya da başa düşmədiyiniz hissələr olsa, bunu şərh bölməsində yaza bilərsiniz məndən, orada cavablandıracağam. Bəli, video bu qədər idi. Bəyəndinizsə videonu da like atmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşəndək sağ olun.